Baş sponsor Hell Energy. Sponsorlar İrşad Electronics, Metak, partnyor Kasap Döner. Да. Hara gidelim? Привет, Баку. Поехали. Поехали. Yetimçələr ruslar ki, la. Hardan susur? Deyil, elə söz deyirsiniz. Yo, anam. Bu Yetimçan ya olmuş. Yo, xatimcə deməsin. Sən Slaviksən, adı nədir sənin? Slavik. Slavik, atam. Bu yetimçə sözü, bu pis sözdür. Biz məhəllədə bir-birimizə yetim deyirik. Başa düşdün? Məhəllədə, maxla, yetim bir-birimizə. Yetim? Yetim. А что такое yetim? Yetim, Pirkonlu sözdür bu. Hara lazımdır, hara aparım sizi? Ulica. Bizə sizin köməkiniz lazım. Bir əzlaf var, biz onu axtarırıq. Mam foto покажи. Bir əzlaf. Foto. Kim axtarır sonra bu? Kimdir o? Adı nədir? Baxın ona. Budur. Baxın. Вот этот мужик, вот этот с усами. O, naş mesni əzlaf. Местный Mesni özümüz silah, yəni bu bizim əzlafdır. Adjilaf? Ha, ağsaqqal. Sakal? Beyli saqqal. Ağsaqqal, hadi. Sakal. Tanıyıram bunu, tanıyıram. Bizə kömək edin. Eləyim də. Знаешь, Sağ olun, çox Ara, sağ olun. znаю, əlbəttə, kanişəm. Давай, поехали, мужик, давай. Ali. Bala qaşqaldaq, hər şey qaydasındadır, sığırçına cavab ver. Bəli, bala qaşqaldaqlı danışan sizlə, hər şey qaydasındadır. Alo. Hə. Məşqdəyəm, biraz tez danış. Hə. Bizim ağsaqqal. Po. Rusiyyətdən gəlib ailəsi. Nə danışırsan? Hə, yaxşı. Yaxşı, bu dəqiqə şöş edeyim. Ağsaqqal, sənin belə işlərin də var imiş. Bəli, hər şey qaydasındadır. Şöşün ətərsən, nə var, nə yox. Hə, gör nə deyirəm. Hə, Şəmi. Bizim ağsaqqalın arvad uşağı gəlib Rusiyyətdən. Ağsaqqalın Rusiyyətdən arvad uşağı gəlib. Zəng edirik, zəng. Çatmır prosta ağsaqqala. Heç bir problem yoxdur. Onun arvadını, uşağını hamısını götürürəm boynuma. Nə boynuma götürmək? Şöşü oğlu sənin boydadır. Yaxşı, Şəmi. Yanımda klient var, birazdan zəng edəcəm. Yaxşı. Zibil elədiniz bütün məşqim mənim. Aydildir bir dəfə məşqə gəl. Şən müəllim, bəs bizə söz vermişdiniz ki, megafonu aparacaqsınız. Nə megafon? Megafon vaxtıdır. İş çıxır, gəl. Sən də gəl. Tutubalya, sən ağsaqqalla olan bütün məzəralarını mənə danışdın. Mən beynimdə bir dənə belə, özümə belə mahnı yazdım. Yəni məndə olur da reski, sözlərlə bir yerdə. Hələ Şamigillər yoldadılar. Onlar gəlinə kimi qaxraz. Bir dənə mahnı oxuyum sənin üçün, biraz eynimizi asım. Necə dedim, hə? Mahnı?
Ala, kitara qaldı maşında ala. Bir də, kakara susara da gəldi. Sağ ol atam. Qoymuşum maşının yanına, çox sağ. Yerə salmamısan bunu. Bax ha. Hala bir daha oxuyum üçün. Qulaq olsun da. Getdik. Diqqət edək Moskvaya gedənlər, aşıq olub Rus qıza göz edənlər, Yatibə lübülü Nataşaya deyənlər, qucağında körpə görüb ağlasın, Yatibə lübülü Nataşaya deyənlər, qucağında körpə görüb ağlasın, ağlasın oradakın atıb gələn, burada gizlin toy edən, Rusu qapısında görən ağlasın, ağlasın oradakın, burada gizlin toy edən, Rusu qapısında görən ağlasın, 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 ada Rusu qapısında görən, ala babşe qapını açmasın. Otur hala. Ağlama. Sen ağlama. Buna bak hala. Yekə adamsan ha. Anımı başa düşdük. Buğundan yaşından utan. Sen ne ağlıysan? Да я папу хочу, понимаешь, папку! Papka? Papku da, papa da. Папку, понимаешь? Ala bildim də, hamar atası istəyir də. Батю! Atsa! Atsa da, atsan bile sen canı. Hamar atası istəyir də, gözlüm səbrin olsun da. Gələr də, nə olur be? Gör necə ağlıyor Успокойся, arvadı. мама, успокойся. Bilseydim baxmazdım. Успокойся, все будет Gör нормально. necə ağlıyor. Все будет хорошо. Geyinirdi yamaq-yamaq şalvarı, yerişiyle cəzbedir oğlanları, tək başına gəzir bütün yolları, ləzzət eləyir bu qız mənə, ləzzət eləyir, qaqaş canı bu qız mənə, ləzzət eləyir. Seni anam benim için doğurmuş, kimləri də benim için Gözü birinci ben asımdan. Ne geçiyor olsun da? Bir daha gözü ben asımdan. Diyorum bir daha gözü kesme işi böyle. Geliyor. Davay. Simeyen, davay. Düz tut. Simeyen şey, vo. Uduzdun. Sizi gözləmir, hemen qapını açın. Simen şivo. Özdə demişəm ki, bu yoxda başı açıq gəzməyin. De görün bura. Evet, bu ne başlayır? Gel bura. Soyuq olar, soyuqlayarsınız, evim yıxılar. Yok, gelin. Qapını aç. Bala qaş qaldı. Bəli, bala qaşqalda işdir. Hər şey mühafizə olunur, problem yox. Kalıb qardaş. Gör nə deyirəm. Bu maşın, bax, dosta qardaşa qismət olan maşın idi ki, mən bunu sana satdım. Yok, ben qaytarmaq istəyirəm. Ay, sənin başına dönüm, sənin qadan alım. Bu maşın elə belə maşın deyil, çox düşərli maşındır. Bax, gör nə deyirəm. Bir dənə nömrəyə bax. Görürsən nömrəni. Bax, bu nömrənin üstündə hər oğla satmaram, sağa satdım. O vaxtı qabaq Sideniyada Maslikov oturdu, Murad Dadaşov da burada. Bax, bu Sideniyada şəxsən Murad Dadaşovun özü oturmuşdu. Deməli, bu maşının şotuna həmən adam indi bir nömrədə Azərbaycanda getdi qabağa. Nə deyirsən? İndi bunun neyini qaytarırsan? Bunun hardan çıxıb, balıq kürdən çıxıb, kürə düşüb, kanala düşüb, balotaya düşüb. İçindən balıq çıxır arayır. Nə çıxır? Balıq. Nə balıq? Nə balıq? Bax, bir maşın hər yerisi balıqdır. Balıq? Buna bir də düşüb, bura parda çoxdan çıxıb. Boy. Hə, buna. Ay sənin qadan alım, sənin başına dönüm. Ay talıb tarih qardaş, ay kişi. Kürə düşmüyü qadan alım. Bu boy verəcək qədər belə dayaz adam belə boy verəcək qədər dayaz çaya düşür. Hələ bagaj doludur. Ay bir dəqiqə görün. Asa da bilir. Narahat olma Nətər kişi. bağlansasın. Bu maşın var ha. Bu maşın elə belə maşın deyil. Cəmaatın maşını gedir çaya düşür, üzüb çıxır gedir. Ay bu çaya düşür balıq tutur. Mənə gəmi lazım deyil, maşın lazım. Nə deyirəm? Gör nə deyirəm. O gün rayona gedirəm, işıqlar zamkan edir. Gecə vaxtı. Ay sənin başına deyəsən hava gəlib. Gecə vaxtı kim rayona gedir? Ay kişi gecə rayona yol çıxarlar maşınla. Ay qadan alım, sən xam adamsan, gedib girərsən ağaca zada. Oyun kimi də mənə deyir ki, gör nə deyirəm. Deyir maşın sürəndə gecə rulun arxasında birdən mürgülədim. Mürgülüyüb gedib girib qoz ağacına. Qoz ağacı da bərk olur axı. Deməli girib qoz ağacına
Bizdə də qoz ağacından qapı, pəncərə, hər şey düzəldirik. Dərdəncildə bir dənə seximiz var tamam. Bax, inandırım səni. Bir dənə qapı, pəncərə düzəldirik, gəl görəsən. Nə çatlayır, nə şişir, nə qırılır. Belə ürəyin istəsə, sağ bir dənə qəşək qapı, pəncərə məndən. Nə deyirsən? Yox, qapı pəncərə yox, pol lazımdır. Pol? Pol sənin eşşəyin. Pol sən, savaq neçə kub lazımdırsa, madənən vurum qazelin dalına gətirim, düz adresi. Yaxşımı? Nömrəni də bilirsən. Öpürəm, sağ ol, salamat qal. Sağ ol. Davay, salamat qal. Mən nömrəni qırıntılıyım, sən də bax. Görüm şan harada qaldı. Bilmədim sağ şeydi, nə idi? Hələ gələn kimi ağzı üstündən bir vurdum qapazə düz qayıtdı. O vaxtı da, o 92-93. Salam əleykum. Üşəm mənim də gəldi, üşəm. Keç otur. Keç, otur. Siz keçin, bayırda gözləyin. Çıxın. Denən axranalarıdır, denən onun axranalarıdır. Şəmi axrana. Классно. Здравствуйте. Salam, здравствуйте. Gör nə deyirəm. Mənim başa sal görüm bu nə olub, nə məsələdir, nə tərdir, nə tərdir. Biraz tez ol, mənim vaxtım yoxdur, mən getməliyəm. Aha. Bu baba oğlan. Aha. Ağsaqqalın oğludur. Şahsuvardadır. Şahsuvar. Şahsuvar. Bu çocuq var da ona görə gəlib ki, ağsaqqal gəlsin, öz oğluna yer dursun, öz oğlunu saxlasın, başa düşdün? Dolana bilmir. Burada ki, başqa bir ailəsi var. Dolana bilmir də, deyə ağsaqqal məni dolandırsın, mən də bunları dolandırım. Ağsaqqalın oğlu budur. Hə, budur, mənim üzvəyim. Bu bordağa bağlanmış danaya oxşuyur. Ağsaqqal bunu nəyinə yerləmək istəyir, nəyi saxlamaq istəyir? Şamil müəllim, sizə ayıbdır. Necə bordağa bağlanmış dana? Bordağa bağlanmış dana deyirsiniz mənim oğluma. Что такое дана? Azərbaycan dilində. Allah səndən, məndən yaxşı danışır. Ağsaqqal öyrədib özdə. Denən Azərbaycan dilini bilirlər, mən də ağzımın danışığını bilirəm. Bayaqdan mən qoymuşam. Bayaqdan vururam, göz qəşəngdən bax da. Vay xanım, yəni bordağa bağlanmış dana, eti xaroşi dana. Eti dana, karova da, karova. Bizim kənddə samı hörmətli karova. Yəni o dananı bazara çıxarında o satılır. Nahadu, hə. Yəni Xaroşi prodavaysı karova. Karova. Narahat olmayın. Yaxşı sözdür, dana yaxşı sözdür. Narahat olmayın. Narahat olmayın. Denən. Deyirəm, mən sana bayaqdan. Дядь Ширин, дядь Шами, я папку хочу, я его 100 лет уже не видел, понимаете? Я папку хочу, но поймайте вы меня. Qışqırma, cəmaət var. Tut oldu, Zavrun verilişidir bura, nə olur? Papku kaçı. Ana, yaxşı demək üstədə Zavr demişkən, bəlkə bunları çıxardaq Zavrun verilişinə, Ağsaqqal orada görər, çıxar üzə də, efirdən sonra. Lazımdır, onsuz da biyabır olmuşuq, deyirsən çıxaq efirdə biyabır olaq. Zavrun bu dəqiqə başı qarışıb öz işlərinə, lazımdır. Mən Şöşəyə xəbər eləyəcəm, Şöşə Ağsaqqalı tapacaq, hər şey həll eləyəcək, narahat olma. Твой папку да найдем, твой мужню да найдем. Спасибо, мужики! Qışqırma, sağ ol. Спасибо вам. Не кричи, А мама, папку найдут, папку. Bir suyu Ağsaqqala oxşayır, kirvə, şitliyi də oxşayır. Sağ ol. Harda? Nərimanovda. Gəlirəm, Ayşəmir çatıram. 2 dəqiqə çatıram. Maşınsızam. Ağsaqqal! Fəlakət! Hara gedirsən? Bəs sən hara gedirsən? Mən bu Nərimanovda hel şirkətinə düzəlmişəm də. Mağazaya hel aparıram, hel. Fəlakət, xahiş edirəm. Mən də Nərimanova at. İşlərim var orada. Xahiş edirəm. Araldı. Ört qapını. Tələsirəm. Yol üstü deyil, yoxsa atardım. Davay. Fəlakət, xahiş edirəm. Fəlakət. Bu da sənin mərifətin. Qayıdır. Çox sağ ol. Gəl. Oturum. Yox, oturma. Esin sən Ağsaqqal. Oturma, qapını bağla. Hadi sor. Hala bu heli yazıqsan, içərsən. Yazığım ki, ay yazıq. Mən də elə bildim, mənə aparmağa gəlsən. Amma eyb yox, gəlir. Yes. Çox sağ ol. Peşman oldun. Bir dəqiqə. Deyirəm ki, birində qaydanda çərsən. Hala, ört qapını. Davay, işinlə məsul ol, ağıllı ol, davay. Zato 2 dənə hel qabağam, özüm gedəcəm, özüm. Baş sponsor Hell Energy. Ana yaxşı da bizdə, mən onu tanımıram be ya. Danışarıq, davay, gəl, davay. Ay şoşi, ara gəl çıx dala da.
3 saatdır mən səni gözləmirəm burada. Şirin, Gəncədən gəlirəm, yüküm vurmadı. Gəncədə İrşad Elektroniksin bir dənə dükanı açılıb ki, yanvar ayının 1-dən 31-nə kimi bütün məhsullara nağd qiymətinə 12 ay kredit. 12 ay? Əlin təmiz, ayağın təmiz, cehizlik, bütün malları oradan almışam. Buna bax. Bu nədir? Bax, ət çəkən maşın, sokavici marka, ütü, hələ paltar yüyənlə xaladelnik özləri dedi gətirəcək evə, maşınla, yekə maşınla. Doğrudan? İndi sən mənə görün, bir qızını mənə verirsən, yoxsa vermirsən? Bunlar hamısı İrşaddandır. Sən mənə bir qızını verirsən, yoxsa vermirsən? Şoşu, mən bunu səninlə üzböz necə deyim, mənlə belə söhbət eləmə də. Sən bir dənə Ərdəbərkanla ağsaqqal götür, sonra söhbət edərik. Şirin, uzatma, sən mənə bir qızını verirsən, yoxsa vermirsən? Şoşu, qurban ola sənin İrşada. Verirəm bir qızını. Mənə bax, mən sürəm maşını, gəl dalımca. Bunlar hamısını boşaldı xəyitə. Sağ ol İrşad, bir qızı mənimdir. Sponsor İrşad Electronics. Tanıdın beni oğlum. Bayakları senden tendir çörəkləri aldım. 3-4 dənə. Yadımda. Tanıdım Asakı, tanıdım. Ay sağ ol. Ben senden çörək aldım. Sen bana çek vermedin. Çek. Hə, çek Asakı. Başa çalıbsan. Çek de özünü bilmemez diye vurma. Sen burada tendir çörəyi satırsansa senin kassa aparatın olmalıdır. Kassa aparatın yoktu senin. Bana çörəyi hele belə verirsen. Davay indi bana 100 min pul ver. Yoksa yedirəm senden şikayet edeyim. Tez ol. Pul. Senin başın xarabdır. 100 min nədir? 100 min senin birinci dəfə səndən eşitəm. Abi başın xarabdır. Ulan Mehdi. Hara gittin? Kaçma. Korkma. 50 min. 40 min. 40. Yine kaçtı. Elden çıktı. Bir boy pis baklar zengiliydi burada. Nədir Şəmi? Nədir? Hə, salam. Çok sağ ol. Hürmət alasan, yaxşı alasan, çok sağ ol. Hə, kənddəyəm, kənddə. Səndən heç vaxt mənə xeyir gəlməyib. Nə işin var? Tez ol telefonda dinlən. Yaxşı, gəl, kənddəyəm. Yolun qırağında gözləyirəm, təndirin yanında. Davay. 40 min, 40. Fəlakət. Hə, qurban olum. Nədir? Ay fəlakət. Aycan. Bu yeni qabağı işlərin bu qızının vaxtında mən niyə çağırmısan bura? Elza xanım, mən bu şeir zad yazıram da, mənim populyar şeirlərim var da. Siz də görmüşəm şeirlər yazırsınız. Sən bir şeir yazırsan? Hə, şeir yazıram. O sizin şeiriniz var ya, Kukkuluku şeiri. Öləm də o şeir üçün. Bir o şeirdir, bir də o ana paştalyon şeiri yoxdur. O iki şeir üçün öləm. Biz indi 3-4 nəfərik də bu şeiri yazan populyar. Sizsiz, mənəm, bu Karateist Rafael Ağayevin şeirləridir partlayır. Bir də bu Vaqif Əsədovun şeirləridir də. Bir özlü kimləri gəldi? Hə də indi biz də bir-birimizə dəstək olmalıyıq. Başa düşdün? İndi Elza xanım bir təzə şeir yazmışam, qurban olum sizə. İstəyirəm onu sizə oxuyum görün nətər. Sənin xəbərin var ana və paştalyon şeirindən? Hə, var. Hə, bilirəm, xəbərim var. 4 ay vardı ananın gözləri yol çəkirdi. Hə, ölmüşəm heç bilməkdən. Başqa bir dərdi yoxdur, onun dərdidir. Gör, şeirə bax, şeirə. Şeirin adı belədir. De görüm. Mü. Qulaq gör nətər yazmışam. Deyir ki, əri döyən arvadı it də tutar. Axı mənim ərim döyməyib, məni niyə it tutur? İt məni görən kimi ham eləyir. Pişik oradan miyo eləyir. İt ürək karvan keçər. Hə, qulaq asda qoy, qurban olum, qoy şeirimi deyim də. Deyir, qarğa tırqıya gedib qarqar eləyir. Yoxsa məni yiyəsizmi görüb? Yox, mən qılıncdan da iti dilim var. Gəl dilimizlə qılıncdaşaq. Mırıldaşaq, hırıldaşaq. Amma bizə bu yaraşmaz. Bizə yaraşan kostyum şalvardır. O da ayağımıza biraz dardır. Onu harda açdırmaq olar? Yox, o şalvarı açdırma. Onu açdırmaqdansa gəl sən mənim gül ağzımı açdırma. Amma sağa gül yaraşır. Bəli, gülə bülbül yaraşır. Bülbül də meyxanaçı Pərvizdir. Allah uzun ömür, can sağlığı versin. Nətərdir qurban olsun. Vallahi fəlakəti, belə ürəyin o qədər doludur ki. Hamısını demişəm də, başa düşdün? Hamısını demişəm. Qarğanı qatdın pişiyə, pişiyi qatdın itə. Bəhrələn də, məndən bəhrələn. Fəlakət, gəl sənə bir yaxşı söz deyim, bax. Ömür elə qısadır ki, fəlakət. Ömür elə qısadır ki, get işinlə məşğul ol. Nə deyirsən? Baxışında çək şəklimi, ruhun təzələnsin. Padşahlığa layiqdir zəhmət ilə görülən iş. Gedişinlə, gəlişinlə, duruşunla boşluqdan yaranır pislik. Məşğul olsan, olmaz sizlik. Olmaz təklənərik, qəlpələlər səpələnərik, sipərlənək, üzək, vətənimizə, yurdumuza qovuşa. Gəl öp məni, məşhur olaq. Gedişinlə məşğul ol. Nə deyirsən? Bəli. Qurban olum, burada söhbət edir. O nə sözdür? Deyirəm, gedişinlə məşğul ol. Gedərəm, beynini gedişinlə məşğul ol. Get, fəlakət, get. Fəlakət, yalvarırım sənə fəlakət. Mənim şeirlərim var, sənin xəbərin yoxdur. Gedişinlə məşğul ol, yox. Kəfi şəşi beşdə gəlirəm bala. Yanına görüşdə gəlirəm bala. Kəfi şəşi beşdə gəlirəm bala. Yanına görüşdə gəlirəm bala.
Ayşəmi şaşı. Gözün aydın. Salam Ayşəmi, salam Ayşəşi. Xoş gəlmisiniz. Mənim fermama xoş gəlmisiniz. Sağ ol, ağsaqqal, ağsaqqal. Bəli. An elder. Yəni ki... Çox üzr istəyirəm. Şəşi, mən axır vaxtlar bu dediklərim başa düşmürəm. Sən mənə izah elə bu eldir, beldir. Hə, yəni deyir ki, gözün aydın olsun. Rusetdən arvadından oğlun gəlir. Çox şad xəbər olasınız sizi Ayşəmi. Çox sağ ol. Çox sağ olun bu şad xəbərə görə. Hansı gəlib? Svetlana? Yox. Hansı? Luba, Larisa, Olga, hansı gəlib? Ağsaqqal, sənin Rusetdə neçədən arvadın olur və kolleksiya yığırsan nədə? Valya gəlir, Valya. Valya? Ən qazası gəlib, ən qazası. Əl çəkmir məndən qara izləyir Ayşəmi. Yığılmışam bura. Hələ tək də gəlməyib şəşi. Yanında bir dənə bığlı şahsı vardı. Nədir? Oyla gəlib. Hə, ağsaqqal, yanında bir dənə yekə belə bığlı, qara qıllı bir dənə oğlan gəlib. Bilirəm. Əl çəkmir məndən. İnanırsan, seyə də bilmirəm. Atamın adını qoymuşam ona. Seymək olmur da, alınmır. Xoş gəlmişsiniz. Sağ ol, ağsaqqal, sağ ol. Keçin içəri. Mənə biraz icazə verin, gedim əlizmi yuyum, ağlamsılmağım bilinməsin. Bilinməsin də, yəni kövrəldim, başa düşdün. Ağsaqqal. Press and hold. Yəni ki, basıb bağlama. Sən nə vaxt ağladın, nə vaxt gözündən yaş gəldi? Kimə gəlirsən? Şəmi, mən içimdə ağlayıram, içimdə. Elə bilirsiniz, asandır. Mən bütün dərdləri içimdə çəkirəm. Şahsı var, Yaxşı. Kesin içəri, qonağımsınız. Sizə qoyun kəsəcəm, toyuq kəsəcəm. Qəşkən qalacaq, misalda kesin. Kesin, dışarısın. Çatırdıq da ağsaqqala, ay köşün, niyə saxlatdırdın məni? Ay Şəmi, maşın mənim deyil, mən bilirəm də bu maşını. Mən ona xaladellik motor qoymuşam. 120 ilə 3 dəqiqə gedən kimi qaynadacaq da, hara qaçaq? Belə deyilən də köşün. Sür qabaqda haradasa qaynadı verdi, gerək pata. Hara qoymuşam üstə tərəf? Bu nədir pistilənir, hardan pistilənir bu? Şəşinin maşını bundan artıq olmayacaq ki. Əmir bayı başıma kiz şeylər gəlib şəşiyə görə. Hara qaçırsan, Gəlin, xarab olub maşınım. Ay şəşi, bu nə maşındır, utanmırsan? Canıvazlar maşındır, çor maşındır, çər maşındır. Xarab oldu, qaldım ya onlar. Hara götürüb qaçırsan maşını? Ağsaqqal, it's my life. What the hell, what the going on? Yəni, hara qaçırsan, mən sənin üçün o Rusiyyətdəki arvadını deyirəm, başını götürüb qaçarsan. Başa düşdün? Mən Şəmiyəm, Şəmi. Başa düşürəm. Maşın xarab oldu. Vəbşə bilirsiniz nə var? O arvad da mənim deyir, uşaq da mənim deyir. Simut eləyin. Başa düşdün? Simut eləyin. Mən qat kanalını simut istəyirəm. Simut. Bir dayan da. Gəl, arvadına, uşağını yedur. Ayıbdır cahamatdan. Sübut istəyirsən, bu dəqiqə. Şöşür, bura gəl. İstəyirsən lap sayış qoy. İstəyirsən nə istən elə mənə hər şey qəbuldur. O arvad uşaq mənim deyil. Ağsaqqal sübut istəyir. Zəng elə bizim doktor Qılmana, bu dəqiqə gəlsin Şahsuvardan DNK-nın analizini götürsün, ondan sonra sübut eləsin ki, bu ağsaqqalın uşağıdır. Mənim deyil. Sonra gəlib arvadına, uşağına yedur artıq. Problem yoxdur. Bir dənə şüyütlü su töküb maşına gəlirəm bir dəqiqə. Nə şüyüt? Zəng eləyəcəm. Şüyütlü suyu uşağa verirlər, körpüyə verirlər, balaca uşağa. Ay Şəmi, bu maşında uşaq kimidir da. Qaz qalıbdı turbada. Şüyütlü su tökəcəm, motordan qazı çıxsın, pişiyor sürətləri. Bir də səndən maşını qaçır. Xarab maşındır şəşir, xarab maşınlar satırsan sən. Biraz tez ol, şəşir, vaxtımız az. Yolun ortasında lazım idi mənə bu. Hardan gəldi bu işlər, niyə mənim başıma gəldi həmişə? Nazı divi qəşdi dəsən, aşıq işəri məşdi dəsən. Öyle alabaşlar vardı, avtobuslar. Onunla o qədər pambığa gedmiş o vaxtı. Şimdi yoktu da, o maşınlardan yoktu. Vah. Palçır. Lıqqa
Saxla. Saxla, burada saxla. Sağ ol, Sunkame. Sunkame. Salamat, sağ ol. Uf. At ondan şey. Öydən kimi at götürmədim ki, taksi ilə gələmdə. Bu zillə öldü mü, soğuk apardı belimi. Ben görüm bu şoşu da harda deyil. Şoşuyu da tapana kimi. Deyən. Hay at ondan. Mənim işim heç gətirmir də. Bu iPhone X-lərin də bir də soğuk olan kimi donmaq olmuyor. Yaxşı ki bu grilka koymuşam üstüne. Şoşi. Alo. Şoşi. Şoşi gəlmişəm, kətdiyəm, hayna gəlim. Bu ağsaqqalın DNK-sını getmişəm. Gəllər. Dedim görüm. Bir də bu işi də həll eləyim. Çıxım dedim öyə eşiyə. Bir də zilhayanla tapım gədə mən gedim deyəm. DNK analiz məsələsinə görə çox narahatam mən. Çox narahatam, şoşu. Bu ağsaqqalın məsələsi belə yox, elə olsa çox biyabır olduq. Biyabır olduq, yox eşəmir. O boyda Türkiyə, İran, İspaniya, London dura. Götürüb vermirsən qılman həkimə kala DNK-sını çıxar. Həkimdir o. Nə qayır, hədidi verməndə ən axırıncı tibbi avadamlıqlardır. Mən özüm yoxlayacağım. Şimdi neyim mən? Soğuğa baxı, soğuğa. Doğdum. Gəldim. Nətərsiz. Sən nətərdir? Nətərdir? Şoşi, nətərdir? Gərək öpəsən qılman. Nədir o? Keçən dəfə də ağzım puçuqlamışdı, nəydi? Pamada çəkib üzümdən öpürsən, pamadanın izi qalıb üzümdə. Şirin bibisi qızı da qısqan şeydir. Deyir ki, kim öpüb üzümdən? Mən də deyə bilmirəm ki, qılman öpüb. Deyəcək, kimdə sən qurğun, kimdən oturub? Nədir, yaxşı da köşə. Ya, utandığımdan bilmədim nə qaram. Qılman, sit down. Nə qarmışam? Sit down, children, yəni otur. Bir ot da, nə? Bilmirsən, mən arada ingilisində danışıram. Arada yadımdan çıxır sözlər. Sit down. Nə qaydın, neynədin bu DNK analizlərindən, testlərdən nə cavab var? Getmişəm. Digər darıqma. Nətərdir, nə həbidə? Böyük stəkanınız yoxdur, laf böyük olur. Yaxşıdır, stəkan vaxtıdır. Şəmi, getmişəm, demək Şəmi, bu Şahsuvarın belindən tük DNK-sı. Qılma. Nədir o? Şahsuvarın beli belə tüklüdür ki, bu boyda yolub gətirmişsən sən. Ay şoşi, tük düdün qoydun, tük nə tük? Məməcaba belə, lığalıq. Maykasını çıxadanda belindən kəpənə düşdü. Nə? Təsəvvür elə. Elə bir ki, dublionka muha tərsinə giyindirmişsən. Elə adamdır. Şahsuvar? Buyur. Sonra canım səhədsin. Bu onun başının tükündən getmişəm. Sən onu laf kesal eləmişsən ki? Qılman. Nədir o? Götür bunu. Qışın bıçağında o yazığı keçər, niyə qırxırsan? Bir dənə, iki dənə tük bəsi, don başından. Tükdür də Ayşəmin, bunun nə ziyanı var? Balış eləyərsən. Sən, qılma. Salfetdəki nə doldur? Buradakı qulağımın o meməciyi var, o kəsmişəm ki, DNK-sın. Dedi, çəydə. Bu nə məməciyi, nə tük, ay qılma, nə qayırsan sən? Qanından götürmək lazımdır analizi, qanından. Qan qaldı ki, Şəmi, qulağın burası kəsəndə, qan fışqırdı, aləm, yer, göy oldu qan, nə qayırım götürüb külla bitər o qanın kəsmişəm, qan qutardı. İndi şokolad yad verdim, təzyiyi də qalxdı 420-yə, ölür o yazır orada. Sənə dedim ki, bu radyotexnikimin üstünü tutarıb, həkimlikdən başı çıxmır, qulaq asmadın mənə. Dur, getdik. Sənə nə deyim mən, durma. Düş qara. Haydi indi mənə xahiş elə, DNK, test, budur sənin testin. Hay, çay geçmədiyim, mən deyəm, gəlləm. Fəlakət, xahiş edirəm, yavaş. Düşmə də dalınca düşmə. Çox xahiş edirəm, bura narahat yerdir, mən çatdıra bilmirəm sən dalınca. Fəlakət, bax, mənim vəziyyətim çox pisdir, çox pis vəziyyətdəyəm. Bax, mənim Moskvadan arvadımla oğlum gəlib. Şəkilin vəziyyət xarab. Mənə Şəmi də yığıb, deyir ki, ağsaqqal, kişol, gəl oğlunla arvadına yedir. Mən də istəmirəm, oğluma yedirmək istəmirəm, mənim oğul yiyəsinə sırası yaşımdır. Xahiş edirəm, mənə kömək elə, kömək. Ağsaqqal, qulaq asma, səhərdən danışırsan. Mən özümə söz vermişəm ki, qohum əqrabiyyət əl tutmağı yığışdıracam. Mən belə şeyləri tutar. Sən indi yaşlısan,
bir ayağın orada, bir ayağın burada. Sağ xırda cüzi bir yaxşılıq eləyə bilərəm. Xırda, hə. O oğlu götürərəm boynuma da, oğulluğa nə verim. Doğrudan deyirsən, Hə, götürərəm. Fəlakət, çox sağ ol. Əkilən ağardım, sən də öldürmüsən. Əsil dostsan, mən bayaqdan qanım qaralmışdı. Çox sevindirdin məni, çox sağ ol. Qanın qaralı? Qanın niyə qaralı, hə? Qaqan sağ indi bir dənə ekskluziv anekdot danışsın, öldürməsən. Yox, istəmirəm. Xahiş edirəm, anekdotu yığışdır, qurban olum. Onda o oğul, o da sən yer söhbəti həll elə, mən Yox, elə olmadı. Sən də sırası hər şeydən inciyirsən. Yox, da istəmirsən də, mən. Yox, istəyirəm, necə istəyirəm. Sənin ən gözəl anekdotlar səndə alınacaq. Danışım. Sənə qurban olum, yalvarıram, o qədər yalvarıram. Xahiş edirəm, danış. Yox, denən, qurban olum, yalvarıram. Yalvarıram. O qədər yalvarıram. O qədər yalvarıram. Danışım, axtaq qal. Deməli, bir dənə anekdotdur, öyrətsən gülməkdən. Deməli bir kişi olur, bu kişinin aman zaman bir dənə oğlu olur da, başa düşdün nətəri? Hə, bunun oğlunda Sibirə sürgün eləyirlər, Sibirə. Ata da götürür tüfəngin, veşin, yemək dolmaz ad qoyur bankada, gedir oğlunun dalınca, başa düşdün? Sibirə. Hə, gedir oğlunun dalınca, bu gəlir Sibir meşəsində gəzəndə kişi acır da, başa düşdün? Acır, baxır sağa, baxır sola ki, mən nə yeyəcəm, heç nə tapamıyor. Görür o yandan ceyran mışıl gəlir, tüfəngi tak eləyir, ceyranın düz alnının ortasından vurur, ceyran sərələnir yerə. Bu vaxtda o bir ağacın dalından bunun oğlu çıxır, əlində tüfəng. Görür ki, atası ceyranı vurdu, tüfəngi belə eləyir, atasının düz alnından. Atası da yıxılır ceyranın böyrünə, oğul gəlir atasını yaddan çıxardır, oturur ceyranın başının üstündə, ceyranım, ay ceyranım, küsmə məndən, ay ceyranım. Ay fəlakət, nə oldu? Ham öldü axı, ceyran, ata, oğul ham öldü, bunun arası gülməlidir, ay fəlakət. Sən ki, poysan, gülməlidir də. Bu bayaq evdən çıxanda bankada dolma götürmüşdü axı yemək, onu yeməyib də, başa düşdün. Nə dolma, başın xarabdır, buna Gülməli deyilsə demən bilir. Çox gülməli anekdotdur. Belə şeylərdən tez danış. Amma mənə yox, başqa adamlara söhbət elə buladır. Nədir? Nə olur? Nəyə gəlib üstünə? Səhər idmanımı qoymadınız eləyim, nə bilim, indi də filmə qoymuşsunuz, baxın. Hara qaçmışsınız? Yığışdırma avtomatlarınız əlinizdə. Çıxın bayra. Şəqqə şərək, bayaqdan. Listen me. Yəni, mənə qulaq asın. Hamınız mənə qulaq asın. Ağsaqqal. Bəli. Çox gözəl bir deyim var. Deyir ki, a stranger visit to the country to die, a good homeland to visit. Yəni ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Sağ ol, xaloğlu. Və təbii ki, mən bu cür gözəl misraları nahaqdan demədim. Bunun səbəbi var. Getmişsən vaxtı ikən Moskvaya qəşən bir cavanlıq eləmişsən. Çox sağ olun. Gəzmişsən, dolaşmışsan, istirahət eləmişsən. Çox sağ olun. Düzdür? Bəli. Amma bugünkü gündə nə olub? Sual verə bilərsiniz, nə olub? Nə olub? Bugünkü gündə nə olub? Ay sağ ol. Və bugünkü gündə sənin Moskvadan arvadınla Moskvadan uşağın gəlib ki, dem boy axsaqqal. Dem boy axsaqqal. Qurban olun, bir dəqiqə deyək, qoyma bizə mənim çayımı da çiğ, qulaq asın, bir dəqiqə qulaq asın. Şəmi, əzizlərin yasında söz ükəsim. Bu Ağsaqqalın oğlu deyirsən, ha, Şahsuvan. O, mənim oğlum deyil, mənim. Qoy, sağ ol, fəlakət. Sağ ol. Ağsaqqal bu nə deyil? Bilmirəm Ayşəşi, özüm də şokdayam, inanırsan. Bayaqdan nə qədər ağlamışam, baxma. Oğul itirmək çox ağırdır. Düz deyil, fəlakət düz deyil. Hə, bir dəqiqə deyəm,
Poykan bayaq mənə deyirsən ki, oğlu götür qoyuna, indi mənə deyirsən ki, oğlu itirməyə yarır. Sən ağzına gələn. Düz deyirsən, belə də davam elə, belə də davam elə. Mən ağsaqqalı kişiyəm, ağzıma gələn danışıram, mən fikirlərim. Başa Bir dəqiqə deyən, Qılman da gəlir, buradadır. Düzdür Qılman? Bir dəqiqə, böyük Çıxarsa o DNK-ları çıxar, testləri çıxar. Bir dəqiqə üzr istəyirəm. Nətər sənin oğlundur ki, o səndən 1 yaş böyükdür. 1 yaş böyükdür? İndi şöşü gör, mən nə tər ata olmuşamsa, onu nə tər böyütmüşəmsə, 1 yaş məndən böyük. Gör ya, atalığa bax. Gör ha, Bir dəqiqə qulağa son. Fəlakət, nəyin şahsıvarın başının tükündən DNP üçün götürmüşəm. DNK üçün götürmüşəm. İndi biraz ağsaqqalın başının tükündən lazımdır, biraz da sən. Gedək yoxlayayım da mən. Bir dəqiqə dayanıb. Ağsaqqal, mən burada coşmalıydım. Sən gecikirsən, davay, coş. Özüm coşmadım, dedim birdən yerində coşmaram, biabırçılıq olar. Cəmil, eşitirsiniz? İndi mən coşacağım, ola bilsin ağzımdan artıq sözlər çıxdı da söyüb elədim sizi. Bir də ola bilsin şafalaq zad vurdum da. Qurban olub üzr istəyirəm. Əzəl üzr istəyirəm, mən sözümü demişəm söz. Səmi! Şöşü! Siz haranın küçüksüz ki? Bu küçük sözünə görə qurban olub, üzr istəyirəm, o özü. Bunu şöşün aparım buradan. Benim xarab olun. Siz haranın küçüksüz ki? Mənim oğlumu mənim əlimdən alırsınız, hə? Mən onu böyütmüşəm, bu boyda eləmişəm ki, axırda ağsaqqala qismət olsun, hə? Nətər olur bu? Hansı faktdır bu? Nətər olur o? Hansı faktdır? Şöşüsən də, şöşü. Şəmisən, nətər də şəmisən? Mənim niyə beynimi xarab eləyir? Bunun sənin nə qatmışsınız? Ne oldu buna görə? Mənim beynimi kim xarab eləyir? Mən onu tapın gətir. Sağır axıranlar bu gəlsin, pullasın. Gəlin bunu götürün. Mənim beynimi xarab eləyir. O boyda oğul böyütmüşəm ki, siz sahip olasınız da. Mən başa düşməyəm, mən nəyəm sizin üçün? Qulaq, düzlənin bir-bir. Axırıncı dəfə sizə bir dənə söz deyirəm. Mənim sözümün qabağına söz deyən oğlanı üfürərəm. Gözlə deyir. Fəlakət, tezlə belə yekə-baş danış. Əlini salacaq, hə? Mən əvvəlki fəlakət deyiləm, ha, beynim qalabdır. Mən beynimi xarab eləməm. Ay, fəlakət, bir dəqiqə, sakit. Beləyəm. Sakit. Şaxsan, dayan da sözü. Görsən fəlakətə söz deyirəm, sakit olun. Fəlakət, hər şeyin öz yeri var. Bax, oğuldur da. Oğulun nə mahiyyəti var ki, ona görə biz bir-birimizi didirik. Fəlakət, mən sakitləşdim, oğul sənindir, söhbət bağlıdır. Sağ olun, sağ olun. Bir dəqiqə deyəm. Bax, qəşən bir məsəl var. Deyir ki, the chief light out. The truth was broken. Lap elə. Yəni ki, oğru elə bağırdı ki, doğrunun bağırı yarıldı. Fəlakət. Bir dəqiqə deyən, doluyubsan camatı. Nə olur? Sən rus dilini bilmirsən, düzdür? Sən bəs nətər olur şahsuvarın atası olursan, sən onun anasından nətər tanış olmuşsan, cavab ver də, solma cavab ver. Cavab ver. Nətər olub, bir bilməyə, bu boyda kişi doluyub camatı. Doğrudan mən rus dilini bilmirəm, mən onunla nətər tanış olmuşam, nə söhbət eləmişəm. Yox, demişəm, dobro vetir, kak deyirlər, tayvayf stretimsə, uyuzimsə, pajenimsə, hardan mən o sözləri adam bilir. Bilir, hamısını bilir. Görsən, gül kimi də danışır, elə oğul da bunundur. Malades, fəlakət, malades. Oğul onundur, dəqiq onundur, söhbəti bağlayın. Oğul, işləyirsən, bu dəqiqə oğul zat tapılır, balaca da deyir ki, deyim sənə böyüyəcək. Hazır böyük oğuldur. Götür, işləkdən nə istəyirsən, bundan yaxşı yapılır. Ağsaqqal, slışış. Şəmi biraz danışdı, elədi, mən həvəsdən düşdüm, başa düşmə. Mənim pulum yoxdur, ailəmə də baxmağa, xahiş edirəm. Ağsaqqal, nə belə eləyək? Sənin imkanın yoxdur, Şəmi sənə kömək eləyəcək. Yox, ay Şəmi, xahiş edirəm, qazım deyir, mən istəmirəm də, oğul bunundur, qoyuz baxsın. Şəmi sənə kömək eləyəcək. Amma mən sənə bir söz deyim, bayaqki söhbətdə gəlin bura söhbət eləyək. Bayaqki söhbətdə mən təmin oğul bunu danışır, mənim də oğul deyil. Olmaq istəmir. Şəmi, düş aşağı. Düş aşağı görüm sən nə deyirsən. Deməli sən deyirsən ki, bu metaqın turbaları sınmır, satlamır, təzyiqə və davamlıdır. Onu el aləm bilir, elə plus 50 də zəmanəti var. 50 zəmanəti? Subut elə demə, subut elə. Bax, gəl mən bunu uzadım yerə, sən başından köç üstündən. Bu əgər sınsa, mən səni Liboy məclisdə görsəm, diyəcəm Şəmi,
burada sənə xeylarlarına yer yoxdur. Burada ancaq kişilərdir, deyib çıxıb geyəcəm. Razısan, hə? Razıyam. Amma sınmasa, mən bugündən sonra sənin adını qoyacam İzabella. İzabella, ha, olsun İzabella, hə. Qoy, qoy. Gəl, çək üstündən. Sınmır, acaba maşın çəksin, turmanın üstündən ısınmasın. Elə şey olur. Ne oldu? Ha? Ne oldu? Böyle şey yok sana sınma diye turbayı. Ben sındım, metak sınmadı. Yakşamayın. Ama ben niye merze giydim ala boyuna ala. Oy! Oraya gitme Isabella. Sponsor Metak. Ay Şemi ne geldi? Şemi çok sağ ol. Sen verdiğin bu sergiyle gittim rayona değdim geldim. Ay Kılman, sergiye yok, Sergi Bey. Gel, çok sağ ol Şemi, çok sağ ol. Sen de sağ ol. Şemi, mənə üzrə hesab edin, mən gedim, xəstəyə narkoz vurublar, uzanıb mənə gözləyir. Hala gelirsen gel bu sana şokotayım verin bir tadına bak, ağzını şirineyle yol gelmişsen. Şemi, xəstə durar görər yoxam, inciliyorlar Mehmet abi. İnciyelem, götür bunu. Bir deyəsən xəstəyə. Götür. Neterdi? Ha? Buyur. Şemi, ne zat döküldü, birini de vereceğim, kurban, birini de vereceğim. Bana nasıl tadına bak. Ne dök Şemi bu? Şokotay. Şokotay. Buyur Şemi, ver bundan yiyeyim de ne olur, ver bunu hamsını yiyeyim. Ay Demir sen xəstən var, ver bura hara gidirsən bu? Xəstə yatıb da narkoz vurublar, durmayacaq o günlər, ver onlar, sen de Mehmet abi. Buyur, niye şeydin, niye? Nuş olsun, nuş olsun. Choco Time. Şokoladlı gofretler. Kısa zamanda maksimum həz. Gül kimi arvadım var, gül kimi oğlum var. Sağ ol. Senin hakkın yoktu ki bu aileni koyup harasa kaçıp çıkıp gideceksin. Hakkın yoktu senin. Düz deyirsən Ayşəmi, çox düz deyirsən. Sən də, Şirin də, sizə çox sağ olun, halal olsun. Sən mənə çox böyülük elədin Şəmi, əməlli başlı böyülük elədin. Mən deyərdim də ki, ağsaqqallıq elədin. Bax, mən deyirəm aradakı ağsaqqal mən deyirəm, bilin, ağsaqqal Şəmidir, Şəmi. Başa düşdünüz, mən elə belə, əsl ağsaqqal budur. Bir də çox üzr istəyirəm bir dəqiqə. Şəmi, o pul demişdin, ailəmi saxlamağa pul. Onu da elə ver mənə, haqq hesabı bilin də, ailə böyüyür, başa düşdünüz. Pulun yeri ağsaqqal, pulun yeridir. Gül kimi kövrəlmişdik də. İşgizdə. Şirin, oğlum, Allah sənə razı olsun. Bütün gün bizlə oldun sən. Anam buna söhbət. Bu bizim insanlıq borcumuzdur. Çox sağ ol. Ayıp olar ki, ayıp olar. Ona söhbətdir. İki dənə də əlavə elə. Yox, ona söhbət. Şəmi, iki dənə də, xahiş edirəm də, iki görsən adı. İki deyirəm, iki qoyur, üç elə də nə olar? Ay, çox sağ ol. Mən bütün günü bunlardan bir yerdə olmuşam, qardaş. Taksi, ora, bura, yemək, suyu var, obusu var. Mənə də 3-dən 5-dən ver də. Yəni pulum gedib də, mən bunu... Görürsən bunu, görürsən bunu. Ay, arada danışanda, ay xeyriyyətçilik belə getdi, nə bilim insanlara yaxşılıq eləmək lazımdır, nə eləmək lazımdır. Arada elə bilirəm ki, mənim böyrümdə Hacı Nuran oturub. Bu mənə deyir ki, pul vermə. Başa düşmədim, mən xeyriyyəsi deyirəm. Nə tür adamdır? Bütün günü sürəlmişəm bunların dalıycan. Bu gizin dalıycan. Bu xeyriyyə deyil. Bəsindir, söz. Это твой папа? Papa. Mama. Papanızla oxşuyursunuz. Pahojı. Pahojı da mı? Qardaşıtsınız. O nə deməkdir? Ailəmin yanında ağzıma gələn Ay, başa düşmür olsun da. Şut qayla, şut. Помнишь, вот эту машину ты покупал мне? Я когда маленьким был. Конечно, помнишь. Hamısı yadımdadır, hamısı yadımdadır. Спасибо, мужики, спасибо. Başım çıxmır ala, bu Şəmi günündə bir dənə ofis dəyişir ala. Bu pul hardan götürür, hardan qazanır, bu narkobarondur bu. Bu nə bilim banyarır, neynir. Mən bilərəm deyən, araşdıramam. İndi mən bu sözlərin tərcüməsini öyrənim ki, sonra hansısa bir konferansda, hansısa bir nə bilim olur da yığıncaqlar zatlar, hansısa nə bilim xarici bu söhbətləri uzadanda, yəni iş söhbətlərini uzadanda mən ona deyim ki,
Alçaqsan, şərəfsizsən, tüfu üzünə, vızqırt buradan. Düzdür? Mən bu söhbətlərin tərcüməsini bilməliyəm, mütləq şəkildə bilməliyəm. Yoxsa gəlirlər, bütün gün çayımızı içirlər, şokoladımızı yeyirlər, kababımızı yeyirlər, çıxıb gedirlər. Belə şey olar. Deməli, tüfu üzünüzə ingilis dilində... Şəmi, ay Şəmi, ala bu ağsaqqal necə adamdır la? Ala mən buna bir dənə söz tapıb deyə bilmirəm, mən buna ad qoya bilmirəm. Bu ne yaxşı adamdır. Ala bu ne alçaq adamdır la? Bu ne şərəfsiz adamdır la? Tüfü üzünə Şəmi, tüfü onun üzünə. Ne olub ay Şirin, ne olub yenə? Ala heç də səndən pulları alıb, vızqırdıb Gürcüstana. Nə ailəyə baxır, nə uşağa baxır. Belə adam olar ala. Gürcüstana? Ala hə, vızqırdı be. Ne danışırsın? Bütün əsəbimdən partlayacağım ala. Ay gömrüyə zəng eləyib ona stop qoydurmaq lazımdır. Yığ da ala da. Stop yox ona. Alo. Acib orada bir nəfər var Gürcüstanın tam özünüzündə stop qoymaq lazımdır. Hə. Söyle kimsən, ya bizdensən, ya hər kimsən, herkes gelsin, fikrim dindirsin, dostum dindirsin, boz başın tadını bilsin. Şəmi şaşıb bizniz açır, ziyan gəlir, xeyir qaçır, fəlakətin əməlindən gəlin görək kim baş açır. Xəstə gəlir, həkim bilir, bilmir əlac olsa qeyib, duman bizi tutturacaq, qaymarita raktı deyib. Nədir o? Ağsaqqalı yığışdırın, başın işlə qarışdırın, varsa məsləhətli gözəl, ağsaqqala çalışdırın. Diqqətli ol, adı Şirin, bilənidir vornu mirin, şutqa mutqa heç hoşlamır, vilkaladı o gün birin. Boz